necə etmək olar ki, nəsildən nəslə keçən adətlərimiz təhrif olunmasın sualı ətrafında öz fikirlərini bölüşmək üçün telefon xəttimizdə tamaşaçımız var. Salamlayırıq sizi. Alo. Alo. Salam. Sabahınız xeyir xanım. Aqibətiniz. Nətərisiniz? Qəşəngsiniz, necəsiz? Sağ olun. Kimlə danışırıq? Gözəl xanımla. Gözəl xanım. Gözəl xanım. Hə, gözəl xanım. Bax, elə adınız kimi də ümid eləyirik ki, özünüz də gözəlsiniz. Gözəl xanım, səhv eləmirəmsə, siz əvvəlki verilişlərimizə, bəli, bizlə əlaqə saxlamışdınız. Bəli, bəli. Hədiyyə qazana Sizin bilmişdiniz. verilişiniz o qədər maraqlıdır ki, məndən ötəri. Mən hər həftə sizi gözləyirəm ki, bu 6-cı gün tez gəlsin, mən sizinlə bir danışam. Televizorda qarşınıza durub baxam sizə. Çox sağ olun, çox sağ olun. Vallahi bax, bəlkə də səmimiyyətimə inanmayacaqsınız, amma qarşılıqlıdır. Yəni biz bu verilişdən sonra həftənin digər günləri də əhval-ruhiyyəmiz əla olur. Ancaq sırf bu şənbə günündən sonra 1-ə 5 əhvalımız artır. Siz əgər Çox bizi sağ darıxırsınızsa biz üçün, yəni şənbə günü siz bizi bugün Əlbəttə. informasiya proqramı xəbərlər buraxışında izləyə bilərsiniz. Düzdür, bu qədər səmimi ola bilmirik. Çünki yəni özümüzə bir öhdəlik bilirik ki, informasiyanı səlis, doğru çatdıraq. Gözəl xanım, mövzumuzla bağlı nə deyə bilərsiniz? Sizin mövzunuz musiqiyə aiddir də. Təhrifsiz. Baxıram televizorda Alətlərə, görürəm ki, bəli, bizim mövzumuz musiqi alətlərini yığmışsınız ora. Mən mövzunu xatırladım. Ola bilər indi bəlkə də fikir verməmisiniz. Mövzunu xatırladım. Nəsildən keçən adətlərimizi təhrifsiz necə ötürmək olar? Nətəri? Yəni, bax, Nəsildən nəsilə? tutaq ki, bir insan bənnadır və yaxud da pinəkçidir. Onun atası pinəkçi olub, onun atası pinəkçi olub və bu da bu işlə məşğuldur. Lakin illər keçir və bu adam deyir ki, mənim atam məsəl üçün də 5 manat qazanırdı, o vaxtda 5 manat idi. İndi mən bu işlə məşğul ola bilmirəm. Yaxşısı budur, pinəkçiliyi atım və gedim mən hər hansısa bir marketinqlə məşğul olum. Yəni və nəticədə də həmin sahə, həmin pinəkçilik və yaxud da digər bir sahə ölür. Yəni hansı ki, ona da nə isə qatqı qatıb, onu müasirləşdirmək olar, ondan da gəlir əldə eləmək olar. İndi bizim sualımız belədir ki, necə etmək olar ki, nəsildən nəslə keçən adətlər təhrif olunmasın? Nəsildən nəslə keçən, bax, belə, nətər demək, biri qarmon çalır, məsələn, biri müəllimədir. Mən arzulayarım ki, məsələn, əgər mən muzikantamsa, qarmon çalıramsa, istəyirəm ki, nəvələrim də, qızım, nəvələrim bu qarmonu çalsınlar da, bu musiqi ilə məşğul olsunlar. Əgər mən müəlliməyəmsə, istəyirəm ki, balaların hamısı da nəsil və nəsil müəlliməliklə məşğul olaq. Sizin yəni fikriniz budur ki, nəsildən nəslə keçən adətlərimizi necə var, elə də ötürək gələcək nəsilə. Bəli, yaşadağım bunların hamısını. Gözəl xanım, bəs bizim mücrümüzün içindəki əşyanı təxmin edə bilərsinizmi? Sizin musiqi ilə bağlı bir əşya. Əşyanız yəqin ki, instrumentlərə görə olacaqdır. O da notlar olacaq. Notlar. Yəni ki, musiqi notlarını nəzərdə tutursunuz. Bəli, musiqi notları olacaqdır ki, onları... Gözəl xanım, sizin bu ləhcənizdən ötürü çox ürəyim gedir. Yəni ki, gəncələrin sırf özünə məxsus danışıqları var. O da ki, çox xoşdur. Yəni biz özümüz də gəncəliyik. Gəncəli insanların da belə zəng eləməyi bizim əhvalımıza daha çox çalarlar qatır. Bizim mücrümüzün içindəki əşyanı siz çox düzgün təxmin elədiniz. Təbrik edirik. Bu, bəli, musiqi notlarıdır, nümayiş elətdirə də bilərik. Gözəl xanım, bəli, həftə içi 5 gün, yəni növbəti verilişimizə qədər bazar ertəsindən istənilən saatı gəlib öz kuponunuzu götürə bilərsiniz. Sizə xoş istirahətlər arzu edirik və ümid eləyirik ki, Elegans restoranı sizin xidmətinizdə layiqincə dayana biləcək. Çoxlu sağ olun. Bu da bizim notlarımız. Təbrik edirik. Gözəl xanım idi, ona öz minnətdarımızı bildiririk. Do, re, mi, fa, sol, la, si. Bəli, ilk tamaşaçımız artıq bizim mücrümüzün içindəki əşyanı dolğun
düzgün təxmin elədi. Bu musiqi notudur. Bəlkə də bir çoxları düşünə bilər ki, musiqi notunun nə əlaqəsi? Musiqi notunun birbaşa əlaqəsi var. Çünki musiqi elə belə yerdən yaranmır. Musiqi alətləri elə belə yerdən yaranmır. İstənilən simli alət sırf notlar nəzərə alınaraq tərtib olunur. Yəni, hər bir peşəkar insan not vasitəsilə ifa eləyir. Əlbəttə, bunlar da, yəni bunlardan ifa edən, bu əşyalardan istifadə edən insan da istər-istəməz nota baxıb buna elə. Amma professional insan təbii ki, notsuz ifa edə bilər, amma əlbəttə ki, notsuz sən heç vaxt musiqi alətlərindən və yaxud da mahnı hətta oxuya bilməzsən. Düzdür, bax, məsələn, mənim tanışlarım var, musiqidən ümumiyyətlə, yəni musiqi təhsili yoxdur, lakin bu insanın fitri istedadı var. Yəni, sırf hardansa mahnını duyur və bu başlayır onu ifa eləməyə. Çox maraqlıdır. Adam da var ki, məsələn, gedir və heç nəyi ortaya ərsəyə gətirə bilmir. Yəni, bu Allah vergisidir. Amma məncə təhsil də mühüm rol oynayır. Təhsil olmalıdır mütləq. Növbəti tamaşaçımız var. Alo. 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 Salam. Alo. Alo. Salam. Alo. Eşdirik sizi. Roza Mustafayeva. Mənim adım Rozadır. Siz səhərdən Roza Mustafayeva ilə danışırsınız, xanım. Aşıqqa gedib orada mənim adım. Bəxtdən özüm çıxırıb öldürürəm. Cavab verən yoxdur mənə. Necə xanım? Gəlin aydınlaşdıraq. Siz yəni ilk dəfədir bizim verilişimizə qoşulursunuz. Yəni bundan əvvəl sizi İlk dəfə, bax, siz mənimlə danışırdınız, elə o mücrün içindəkini də mən tapdım. Gözəl xanım deyildi bəs o? Xeyr, Roza Mustafayeva deyirəm, orada gözəl yazıblar. Nəsə, Roza Kərimova, Gözəl Kərimova yazıblar. Yəqin bizim prodüserlərimizin səhər yuxudan oyanmaqla bağlı müəyyən problemləri var. Üzr hesab eləyin xanım, Roza xanım. Bax, mənim bu sizin bu indi zəng eləməyiniz, növbəti dəfə zəng eləməyiniz çox təqdirə layiq bir hərəkətdir. Nəyə görə? Çünki əgər siz bu şəxsiyyət vəsiqəsi ilə studiyamıza gəlsəydiniz, biz sizə o hədiyyəni təqdim edə bilməyəcəkdik. Heç vaxt. Bəli. Bir daha sizi təbrik eləyirik, nə deyə bilərik? Gəlib öz Mövzumuza yanaşmanız da maraqlıdır, amma hər halda sizin artıq hədiyyəniz var. 2 nəfərlik şam yeməyi kuponu təbrik edirik. Prodüserlərimizdən isə xahiş edirik ki, biraz daha dəqiq olsunlar. Çünki canlı verilişdir, mən başa düşürəm. Belə hallar təkrar oluna bilər. Yaxşısı o olar ki, yəni bir daha bu baş verməsin. Aydındır. İndi artıq bizim reklamlarımızın vaxtıdır. Reklamlardan sonra qonağımızla bağlı təqdimatımız olacaq və qonağı bu studiyada görəcəksiniz. Reklam var. KTV1 kabel televiziyasından Gəncə sakinləri üçün şok təklif. Bir ay ödə, 3 ay izlə və istədiyin 2 paketi pulsuz əldə et. Aksiyanın müddəti 15 yanvar 2013-dən 15 fevral 2013-ə dək. Tələsin, vaxt məhduddur. Dadlı yemək, qeyri-adi, gözəl süfrə hazırlamağı sevən xanımlar. Tərzi belə verirlər, çox dadlıdır. Mətbəx zövqünüzə yeni rənglər qatın. Doğmalarınıza ən dadlılarını bəxş edin. Kulinar verilişinin baş sponsoru Arzu mağazası. Biz təcrübəni tezliklə itirəcəyik. Ümumiyyətlə toyda aş gətirmək daha çətin olur, yoxsa müğənni olmaq? Manasla müğənni arasında fərq nədir? Demirəm. Kişi pilus mənəm, minusun üstündə pilus oxuysan, o mənəm. Müğənni olmaq lazımdır bunu. Dəsmalım götür. Mən gedirsəm söz olar. Çox maraqlı, bəs sizin özünüz necə yola veribdilərmi? O mənim olmalıdır, ya heç kimin olmamalı. Çox dəxlisiz mahnılardır. Əsgəriyyətdən gəlməyimə az qaldı. Mən də sənin, sən də mənim qara bala. Yazıq ağ balalarına qarşı. Bir müğənni kimi deyə bilərsən, nəyi pisdir, nəyi pisdir. Allah senin gibi kardeşin başına taş salsın. Babam sanmış diyorlar, doğru mu?
Sabahta kadar biz dözmeliyiz. Bu gayret meselesi değil, size kurban olun. Sen ne halde, sen ne halde? Eşol eşol. Veronika bacı seni yaman aktı. Ben babam olacak o bayram herifi. Semeni. Sakla beni. Sen uşaqlığını tutup sağ ol çiçek. Ana git danışırsan he. Sen dede bak resmi de burada bak. Ağlamayın. Özünüzü təqdim edin. Mənim adım Qasımdır. Başına dönüm ağa. Bugün özümə söz vermişdim ki, solmaz gibi gedim. Şunu. Can? Şükürüm. Aycan? Hadi görüp solmaz alacaksan ya yok. Biz Solmaz'la hələ bu barədə söhbət eləməmişik. Baxaq görək də. Ola bilər. Nə deyim, valla bilmirəm. Ya qismət. Nəbi dayı razılıq verməliydi ki, mən onun qızı Solmaz'la evlənim. İndi isə vədinə əməl edib, sözünün sahibi olmaq istəmir. Sənə qarşı olan məhəbbətimi bu qəbristanlıqda dəfn edib gedirəm. Məsələ Reklamları izlədik. Azərbaycan bir kinosundan reklamların sonu oldu. Kişi Kişi sözü. sözü. O ən gözəl yadımda qalan bir fragmenti var. Deyir, indi gözün mən göstərəcək. Amma başqa şey göstərirlər. Mən bunu açıqlamaq istəmirəm. Cəmaət bilir artıq. Hələ biz çox danışmayaq. Artıq bir çoxlarına məlumdur ki, musiqi alətlərindən danışırıq. Qısa təqdimata keçək. Daha sonra isə qonağımızla birlikdə sizi salamlayacağıq. Azərbaycan ərazisində ən qədim zamanlardan musiqi alətləri mövcud olub. Qobustandakı qavaldaşı, Mingəçevirdə tapılmış balabana oxşar musiqi aləti bu fikri təsdiq edir. Çeşidinə və geniş yayılma arealına görə isə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri var. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərib və bugünümüzə qədər gəlib çatıb. Həyat durduqca insanlar çalışır ki, nələrisə nail olsun. İdeal valideyn olmaq arzusu heç də həmişə müsbət sonluqla qurtarmır. Çünki bəzən uşaq valideynlərinin arzusunu doğrultmur. Yəqin ki, ən gözəl ümid övladın valideynlərinin yolunu davam etdirməsidir. Atasının yolunu davam etdirən Asif müəllim də sözü gedən örnək uşaqlardan olub. İlk öncə peşəyə yiyələnmək yolunda iri addımlarla irəliləyib. Daha sonra isə peşəkar adını qazanmağa müvəffəq olub. Bir çoxlarının bacarmadığı və bir o qədər də populyar olmayan peşə seçən Asif müəllim sözün yaxşı mənasında hər şeyi sıfırdan ərsəyə gətirir. Bir çox milli və xarici musiqi alətlərinin tərtibatçısı olan müsahibimiz alətlərin mağazasını açaraq bu gözəlliyin ictimaiyyətə çatdırılmasına nail olub. Musiqi məktəbində müəllim kimi çalışan qonağımız haqda daha ətraflı onun özündən eşidək.